Herkese salam. Əvvəlcə onu qeyd etmək istəyirəm ki, bir də sizin qarşınıza çıxmaya bilərəm və adımı xatırlayıb tapmaya bilərsiniz. Buna görə əvvəlcə kanalımı bəyənin, məni follow edin və bildirimləri açın ki, mən video paylaşanda xəbəriniz olsun, izləyin. Qurban bayramını qeyd etməyə ana gilə gəlmişik. Burada planımız nədir? Papa sadəcə qovurma eləyəcək, sadəcə qoca qovurma eləyəcək. Mən şirin pişirməli idim planla, mən onu başqa yolla həll elədim. Birbaşa tort aldım, gətirdim. Mamadan çay eləyəcək sizin üçün. Belə günümüz hələ ki bundan ibarətdir. İnşallah başımıza nəyə gətirəm, sizlə görüşəcək. Mama ki, bu evə yeni gətirlər. Qardaşımız inşaat mühəndisidir. Wow. Bu ev düzəldir. İndi ev ətrafını sizə göstərəcəm, necədir. Remont üzü tam tamamlanır və mühəndisi eləyirlər. Evin küçədən vizual görünüşü bu şəkildədir. Yer çöl həyətdəki daşlarla eyni döşənib və jaluz qapılardan istifadə olunub. Qapının hər ikisində işıqlar var. Buradan çaya daxil oluruq. Daxil olanda bizi bu şəkildə bir mənzərə qarşılayır. Atam özü elektrikdir. İşıqlandırmanı da özü xüsusi belə hazırlayıb. Deməli, işıqları buradan yandıranda hamısı işıqlanır. Bir də bütün işıqları, məsələn, çöldən gəlirsənsə buradan yandırırsan. Əgər evdəsənsə də bir də bura gəlməyə ehtiyac yoxdur. Orada da işıq yeri var ki, bu işıqlar oradan da yanar. Axşam çox qəşəng görsənir bu işıqlar. Burada da yerləri var. Hələ ki, kosmetik remont olmayıb deyənə qoymayıblar, onları da qoyacaqlar. Həyət belə daşlardan ibarətdir. Burada bisetka olacaq. Belə pəncərələr boydan boya pəncərələrdir. Jaluzlu setka qoyulub. Buradan ara var arxaya keçməyə. Buranı da döşəyəcəklər. Bu daşlarla. Sonra pilləkən bu şəkildədir. Buranı deyəsən bağlamaq istəyirlər. Dəqiq yadımda deyil. Şüşəylə. Hələ tam bitməyib. Üstü belənçində mamanın nəvələridir, gülləridir. Oy. Qəşəng görsənir. Yerdə qaqaşımız övgüdür. Qaqaş özü seçib buradakı əşyaların çoxunu. Qapı belədir. Burada da şüşəsi var. Girəndə bizi belə koridor qarşılayır. Burada şkaf olacaq. Hələ pilləkənlər də tam hazır deyil, amma karkası yığılıb. Və burada qonaq otağı. Qonaq otağı bu şəkildə görsənir. Divanı dəyişdirəcəklər. Oradan böyük divan qoyacaqlar. Üzbə-üzündə televizor, burada isə stol stullar. Qapı belə genişdir, amma qapı yoxdur, yəni açıqdır bura. Buradan gedəndə spalnidir. Ayaq yolu və kuxnadır. Hamam otağı bu şəkildədir. Düzgün böyle işığı var. Papa elektrik məharətini hər yerdə göstərib. Bu şəkildədir. Yanları mən belə çox bəyənirəm. Burada paltar yuyundu. Və kuxnadır. Kuxnadan çölə qapı var. Kuxna bu şəkildədir. Burada da hələ tamamlanmamış bəzi şeylər var. Bizə qapı yuyun alacaqlar. Kuxnadan birbaşa çölə çıxışdır. Buradan düşüb, gəlirik buranı keçən səliqə ilə düzəldiblər, özləri düzəldiblər bunu. İçini də döşüyüblər. Çox səliqəlidir. Yuxarıda da paltar sərməyə yerdir. Kuxnadan çıxıb birbaşa paltarları sərim ona. Burada da nə var, bir dənə baxım. Burada heç nə yoxdur. Belə bir yerdir. Yəqin ki, buranı da döşərlər sonra. Hələ tam bitməyib remont. Ona görə biraz dağınıqlıqlar var, bəzi dağınıqlıqlar. O da ki, remont bitəndə yer tutacaqlar. Burada spalnidir. Burada da babanın elektrik müharətlərini görə bilərsiniz. Bu işıq buradan yanırmış. Müzəki rəngi də dəyişir. Belə spalni. Yuxarıda da səhv eləmirəmsə, tam hələ hazır deyil yuxarı. Tamam. Yuxarı hələ hazır deyil. Orada da spalnilər var. Buranın tavanı da bu şəkildə yığılıb. Qapı. Bu. Həyətin ölçüsünə uyğun qardaşımın hazırladığı layihə bu şəkildə idi. Necə dəyərləndirdiniz? Necə verərdiniz 10 ballıq şkala üzərindən? Kommentlərdə bildirin. Ben o kim aldı sana? Baba! Geliş elektrik. Sağ ol baba. Elə bu. Elə bu. Babaya çok sağ ol dedi. Size ne kadar... Baba çok sağ ol. Bəh, 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 bəh. Down tiledi. Ama. Bir də xanımlar qeyd edeyim ki, mən adətən tortu sufledən ya da Azadan alıram. Bu dəfə başqa yerdən aldım, çünki yaxın idim ora, amma dadını zərrə qədər bəyənmədim. 20 manat pul versəm də dəymirdi açığı.
Əslində planlamışdım ki, bu günlərim dərsim yoxdur. Bayramla əlaqədar 3 saat oturub ingilis dili işlədim, amma səhər tezdən mama zəng vurdu ki, bu gün gəlin bizə bayram qeyd eləyəcək, birlikdə qeyd eləyək. Biz də durduq gəldik bura. Yəni ki, bu gün də ingilis dili işləyə bilmədim. Xoş günlərdə, əlamətdar günlərdə insanın sevdikləri ilə birlikdə bərabər olması çox gözəl bir şeydir. Mən də öz adımdan məni izləyən hər kəsin bayramını təbrik edirəm. Təbrik edirsən hələ hamam bayramını. Təbrik edirəm hamınızı. Necə belə Qurban bayramıyla. Чтобы вы были богатыми. Aha. И вам повезло. Чтобы вы полетели в Китай, в Чинчанчу. Чтобы встретиться с Гордоном Рамзи и съесть от него много еды. İndi mən də sən July bilirsən Qurban vaxtı bayramı üçün nədir? Sən bilirsən cipsi. Qurban bayramı nədir? Hə, bilirəm. Nədir? Bir dəfə Allah, bir dənə peyğəmbər var idi, bilmirəm adı nədir, yanından çıxdı, sən bilərsən. Onun uşağı olmamışdı, bir gün uşağı oldu. Sonra Allah dedi ki, o uşağı kəs. Yedirdi, kəsirdi. Tapları belə eləyəndə Allah dedi, stop. Taporu yox. Bıçağı. Bıçağı. Dedi ki, götür bu baraninanı, bunu kəs. Və oldu Qurban bayramı. Anam, ben sana diyordum buna. Niye sen bayramlara bakırsan nedir? Hə. Hiç bilmirdim Kurban Bayramı. Zaten dedim hani niye bayramlara bakırsan? Hamı Neylere baraşıqlar. bak. Baraşıqların şəkilini adını. Anne, Qurban bayramında şey eləmək olaraq nədir? Nə? Namaz. Yox. Nə? Belə. Karavan ətli yemək. Kim də istəyir kəsə bilər. Aynen. Hardan gəlirsiniz? Sənə tutayım. Sağ adından gəlirsiniz. Ay Allah, çox sağ olun. Biraz böyle kırmızılar var, onlar biraz kısıldı. Ev yox. Çox sağ ol. Nə qədər yığmısınız? Ağacın üstündeydik ya. Gedən qayı biz yeyək. Ağaca çıxmışıydınız. Bazen biz
olsun. Biraz pomidorun. Koyacağım ha. Pomidor da koyacağım. Talasın. Biraz birbirine karıştır. Biraz daha da karıştır. Valla bir tane bak hele kaç kıvamda adına. Sen sabırsın. Xəstə deyil. Ha yazmışam. Yok ha. Bəs fili yoxdur axı. Var, axtarıb tapmaq lazımdır sadəcə. Olanın filelerini tapar. Hər videoda başımıza nəsə bir iş gəlir. Burada da mamanın qolu yandı, sacın içinə ciyəri tökəndə. Görək gələcək vloqlarda başımıza nələr gələcək. Xeyirlisi ilə. Təşəkkürlər.